Fudayl ibn İyad rahimehullah buyurur ki, görün nə deyir? Buyurur ki, kişinin mərdanəliyi, yəni mərdliyi tamamlanmaz, yəni kamil olmaz, hətta deyir, düşməni ondan səlim olmayınca, yəni düşməni ondan salamat qalmayınca. Subhanallah. Alimlər bu söz barəsində deyir ki, keyfə vəl-ən, necə olur? Yəni, indi deyir, heç dostdan səlim deyil. O ki, qaldı, düşmənin səndən salamat olması. Yəni, dost öz dostundan salamat deyil, yəni əmin deyil, səlim deyil. Yəni, xəyanət də gözləyə bilər, yalan da gözləyə bilər, qeybət də gözləyə bilər. Yəni, indi deyir, heç dostlar bir-birindən səlim deyil. O ki, qaldı sənin, düşmənin səndən səlim, yəni salamat olsun. Fudayl ibn İyad da buyurur ki, yəni o kişinin yəni mərdanəliyi, yəni mərdliyidir, kamil olmaz, tamamlanmaz deyir, hətta o vaxta qədər ki, düşməni ondan səlim olmasın. Yəni Allah təbarək və teala bizi islah etsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.